İnsan məkandan məkana öncə özünü daşımağı öyrəndi, daha sonra yükünü. Bu da yalnız bəşəriyyətin, bəlkə də ikinci böyük kəşfi olan iynənin icadından sonra mümkün oldu. İynə icad olunana qədər insanın yükü yox idi. İynə ilə tikilən geyimlərin və daşıma vasitələrinin ortaya çıxmasıyla insan həm özünü, həm yükünü iqlimdən iqlimə daşıya bildi. İynənin icadı ilə meydana yeni anlayışlar gəldi. Onlardan biri də istehsal olunan məhsulu lazımi miqdarda, doğru yerdə və doğru zamanda yaymaq üçün istehsalçıları, ambarları, mağaza və müştəriləri əlaqələndirən şəbəkə, təchizat zənciridir. Təchizat zəncirinin əsas funksiyası təklifi tələbin ünvanına çatdırmaqdır. Təchizat zəncirinin hər bir halqası bir-biri ilə əlaqələndirilmiş və bir növ poçt xidməti həyata keçirən, əməkdən törəyən əməkdir. Bu zəncirin son halqası müştəridir. Məqsəd onu məmnun etməkdir. Təchizat zəncirinin dayanıqlığı da müştərinin məmnunluğundan asılıdır. Müştəri məmnun olmadıqda bu zəncir öz-özünə qırılıb sıradan çıxır. Ona görə də zəncirdəki bütün digər halqalar müştəriyə nəzərən və onu razı salmaq üçün yerini alır. İstehsalçı ilə istehlakçını birləşdirən təchizat zəncirinin ən vacib halqaları daşıyanlardan, depolayanlardan, pərakəndə satışı həyata keçirənlərdən ibarət olan orta mövqedə yer alanlardır. Bazar bütün sirlərini onlarla bölüşür. Təchizat zənciri bazarın yükü ilə yanaşı sirrini də aparıb gətirir. Klassik biznesdə diqqətin istiqaməti daxilə yönəlirdi. Yəni böyümə biznesin daxili strukturlarında baş verən dəyişikliklərdən asılı idi. Bugün tam əksinə, biznes iştirak etdiyi mühiti formalaşdıran şəbəkəyə fokuslanıb. Bugün biznesin bazar dəyərini şəbəkədəki çəkisi və aktivliyi təyin edir. Bugün təchizat proseslərini təkmilləşdirmək üçün mövcud resursları yeniləmədən, təchizatçıları yeni və fərqli vasitələrlə təmin etmədən biznesdə uğur qazanmaq çətin işdir. Bugün dünya artıq internetin varlığı sayəsində qlobal bir kənd şəklini alıb. Bu qlobal kənddə hər şey kəpənək effekti ilə dəyişir. Biznesin xaricində baş verən və ilk baxışda önəmsiz görünən bir proses çox keçmədən bazarda kəmiyyət və keyfiyyət dəyişikliyi yaradır. Günümüzün texnologiyaları ilə artıq həm satan, həm alan təchizat zəncirində baş verənlərdən anında xəbər tuta bilir. Tarixin ən böyük, ən qədim təchizat zənciri sayılan İpək yolu bugün bir barmaq toxunuşu qədər yaxın məsafədədir.